Mən çox şadam ki, Azərbaycan inkişaf edərək elə bir məkana çevrilir ki, burada çox vacib ticarət yolları keçir və bu dünyanın birləşməsinə səbəb ola bilər. Biz iqtisadi, ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də uzaq şərqlə ticarət əlaqələrimizdə ölkələrimizin rolu var. Yaxud da ki, Cənub-Qərb Asiya ilə, yeni Çinlə. Biz bilirik ki, hazırda mövcud yolların imkanları məhduddur. Ölkəmizdən keçən yolların orta dəhlizin rolu Alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu daha maraqlı bir perspektivə çevriləcək. Bu Zəngəzur dəhlizi ilə bağlı Almaniyanın mövqeyidirmi, ya da Zəngəzur dəhlizi məsələsi artıq Qərb üçün bir mənalı şəkildə qəbul edilibmi deməkdir, ya da Almaniya üçün? Bu məsələnin Zəngəzur dəhlizinin elə bilirəm, elə böyük aidiyyəti yoxdur. O ümumiyyətlə Azərbaycanın yerləşdiyi coğrafiyanın bu ümumi Avropa-Asiya ticarətinə, ictimai münasibətlər, siyasi münasibətlər, geosiyasi münasibətlər kontekstinə cəlb olunmasından, o cümlədən Cənubi Qafqazda Almaniyanın iştirakını təmin etmək, Pənah bəy bu vurğuladığı kimi, bu kəmərin, deyək ki, maliyyələşməsi filan. Bilirsiniz, burada həm də bir məsələ var. Bu, Trump çox gizli axar suları üzə çıxardır. Çıxartdı və çıxartmaqda davam edir. Avropa hər zaman öz üzərində bir Rusiyanın bu, əslində bəzi hallarda həm də süni yaranmış təhdidini hiss eləyir, bir domoklu qılıncı kimi. Hər zaman Amerika Avropanı Rusiya ilə və Türkiyə ilə həmçinin şantaj eləyirdi və öz qanadının altında saxlamağa çalışırdı. Avropanın ticarətini, iqtisadiyyatını, siyasi mövqeyini və s. nəzarətdə saxlamaq üçün bu şantajı Trump üzə çıxartdı. Bütün başqa məsələlərdə olduğu kimi. Rusiya ilə bağlı gizli planları da üzə çıxartdı. Ukrayna ilə bağlı əsl münasibət Ukraynaya üzə çıxartdı. Yəni, əslində adam gizli gedən şeyləri aşkara çıxardır da. Almaniya bugün artıq hələ bir 3-4 il bundan qabaq idi, dəqiqində vaxt yadımda deyil. Almaniya bir çağırışlar səslənirdi ki, NATO Avropanın qorunması üçün kifayət eləmir və Almaniyanı özünü haqsız, hüquqsuz bir subyektə çevirib. Özümüzün ordumuz olmalıdır, özümüzün gücümüz olmalıdır. Almaniyanın ordusunu bərpa etmək çağırışları son 10-15 ildir var. Son 4-5 ildə də kifayət qədər qüvvətlənib, güclənib. İndi Trump'ın bu NATO ilə bağlı, maliyyələşmə ilə bağlı məsələlərindən sonra əlavə Avropada 1 trilyona yaxın vəsaitin dövlətlər tərəfindən yığılıb təhlükəsizliyə yatırılmaq qərarı qəbul olunandan sonra biraz da məsələlər qabarır. Avropa iqtisadiyyatının çox böyük bir hissəsi Almaniyanın əlindədir və Almaniya deməkdir. O cümlədən Almaniya nəzərə alaq ki, təkcə deyək ki, Almaniyanın özü deyil, ətrafda Alman dünyasıdır, Alman əhalisidir. Ən uzağı German deyək ki, toplumlarıdır ki, bunlar da hər zaman Almaniyanın orbitində olur. Faktiki İtaliya, İspaniya və Fransanın çıxmaq şərti ilə Avropanın qalan hissəsi, İndi xırda Moldovadır, Rumıniyadır, burada demirik, ya Macaristanda əsas dövlətlər. İstəyir bu İsveç olsun, Norveç olsun, Danimarka olsun, Hollandiya olsun, deyək ki, Avstriya olsun, Almaniya özü, Niderland dedik, deyəsən, Belçika və s. Bu dünya, bu ərazi, yəni Avropanın ən iqtisadi cəhətdən inkişaf eləmiş, ən yüksək təminatlı dövlətləri ilə Alman belə deyək, Alman dövlətinin, Alman ideyasının ətrafında birləşmiş dövlətlərdir. Bunların iqtisadi qüdrəti, hərbi qüdrətə çevrilmək cəhdləri təbiidir. 3 dənə reyx olub, bilirsiniz. 2 dünya müharibəsi hər ikisi Almaniyadan başlayır. Alman əsgəri qalıbmı? Alman əsgərləri indi statistikaya görə rəsmi belə görsənir ki, çox zəifdirlər. Çünki 2-ci Dünya müharibədən sonra Almaniyanın ümumiyyətlə güclü ordu saxlamaq ixtiyarı da yoxdur. Mənə demografik vəziyyəti. Amma, yox, var. Almaniyanın bu dəqiqə özünün elə təkcə bir 90 milyona yaxın əhalisi var. Amma ətrafla bir yerdə, sırf Alman əsilli dövlətlərlə bir yerdə
Ümumiyyətlə Germanların Amerika və Avropa bir yerdə yarım milyarda yaxın bir əhalidir. Avropanın özünün içində 200 milyona yaxındılar. Çox böyük bir dairədir. Sırf Almaniya 80-90 milyon, biraz da artıqdır. Bir də 100 milyona yaxındır əhali var. Amma insanlar, dövlətin iddiası var, dövlətin keçmişi var, tarixi var, falanı var. Hər zaman Almaniyada çox partiyalar yenidən dövləti dirçəltmək, ordunu dirçəltmək çağırışlarını eləyirlər. Almaniya normal yəni dövlətdir, o çağırışlar da hər zaman oluna bilir. Yəni 83 milyondur rəsmən. Bu da Rusiyadan sonra ikinci yer deməkdir Avropada. Və nəzərə alsaq ki, son 10 ildə Almaniyada hərbi sənaye kompleksi öz inkişaf tempinə görə son bir neçə ildə, yəni Türkiyə o tempi qabaqladı. Ona qədər Amerika daxil o faiz etibarilə sıçrayışda ən böyük sıçrayışı Almaniya eləmişdi. Yəni, Almaniya ümumiyyətlə 15-20 il bundan əvvələ qədər silah istehsal eləməyə ixtiyarı yox idi. Son 10 ildə isə çox böyük bir hərbi sənaye kompleksi siyahısı var və dünyaya silah satır. Özə bu indi daha iri miqyaslı dağıdıcı silahlar, həm də ballistik raketlər olsun, tanklar olsun və s. olsun. Bütün təbii komplektləri, mərmiləri və s. Yəni, bütövlükdə geniş, böyük bir hərbi sənaye kompleksinə malikdir. Ən başlıcası böyük pula malikdir. Böyük imkanlara malikdir. Mən bir qədər də... Və özü istəyirəm Amerikanın özündə. Hər zaman Anglo-Saks dövləti, İngilislər falanlar deyilir. Amerikanın özündə Alman əsillərin, Almanlıların təsiri İngilislərin təsirindən az deyil. Mən diqqətini cəlb eləmək istəyirəm. Mən istəyirəm ona da bir. Bütün bu, indi bilirsiniz, robot əsgərlərdən, nə bilim, cürbəcür, dron və s. demək, dövrünü danışırıq. Belə bir, yəni, hərbi, demək, yeni bir çağ, güc bu, demək, səviyyəyə qalxıbdır. Amma, bax, indi baxırıq Trumpa, o da yaşlı adamdır. O da Alman baxırıq bu Steinmeier'e, Avropa və Amerika. Bu heç döyüşkən belə o insan amili məsələsi var da. Yəni mübariz, ona oxşamır. Yəni lider o təsdiqatı və baxın, indi bu vermir. Əslində Trumpla bu qlobalistlərin arasındakı savaşın da kökündə həm də bu məsələ durur. Biraz bu LGBT-yə qarşı bu bizə də aiddir. Mən düşünüm buna dedim. Yəni bizimkilər də bilməlidir ki, bizim ən böyük potensialımız indiki bu qarışıq zamanda və xaos dövründə bizim insan potensialımızdır. Pənah bəy, Almanların insan potensialı... O insanı yaşadan dəyərlər məsələsi var. Almanların insan potensialı Türklərinkindən az deyil və heç vaxt olmayıb, az. Yəni bircə Almaniya 83 milyondur faktor. Yox, söhbət saydan getmir. Pənah bəy sayı demir. Pənah bəy mənə psixoloji vəziyyəti deyir, Alman gəncinin, Alman xalqının. Mən belə başa hər halda ən azı 200 o da bioloji amillə, hətta bioloji amillə də bir hardasa təsir edir. Götürsək, Avropa tarixini götürsək, o baxımdan Avropada ən böyük potensialı olan toplum Almanlardır, heç şübhəsiz. Sırf hərbi bir, deyək ki, nizam baxımından, orduya meyil baxımından, indi bu gün Avropa biraz qartmış Avropadır, biraz kif atmış Avropadır, biraz belə yaxşı həyat, deyək ki, daha çox sosial məsələlərə yön filan, bir qədər də o xüsusi o beynəlxalq qüvvələr ki, hər yerdə o cümlədən Avropadan başlayıb, əsas burada hər yerə yayılırdı bu LGBT ideyaları, liberalizmin o ifrat murdar tərəfləri fisməkən. Əlbəttə, burada Avropada təsirini aparıb, amma Alman xalqının bu sahədə potensialı çox böyük. Dünən Azərbaycanlıları bazar milləti hesab olunurdu da, belə təqdim edirdilər müharibəyə qədər. Mənim yadıma gəlir, Satanovskinin birindən bir çıxışı var idi. Deyirdi ki, biz Azərbaycanlıları ciddi, yəni o cürdə pliyada çox sayılı çıxışlar vardı. Məsələn, Rus telemekanı o fikirlərlə doluydu ki, bir Azərbaycanlı bir bazarda, bir oteldə, bir nə bilim, xidmət sahəsində təsəvvür edirik, amma silahı götürsün əlinə, avtomatla qışqıra-qışqıra qabağa geçsin, Azərbaycanın bu təsəvvür bizə obrazı deyil. Bunu bəlkə erməni eləyər, bunu Rus eləyər, bunu Alman eləyər, bir yerdə addımlı Azərbaycanı bunu eləyər. Yəni bu yeridilirdi ki, bu bazar toplumundur. Amma göründü ki, yox, bu bazar toplumu deyil. Şərait yarandıqda, situasiya tələb etdikdə, bu doğrudan da Fatih toplumuna çevrilir. Almaniyanın bu təcrübəsi çox böyükdür. Və bu gün artıq
hesab edirəm ki, və bunu görürəm, müşahidə edirəm, orada müəyyən məsələlər çıxır ortaya. Almaniya özünün iddiasını yenidən ortaya qoyur. Yenidən Almaniya özünün gələcəyini, o böyük qüdrətli ordusunu qurmaq kursunu götürür. Yaxın gələcəkdə, yaxın aylarda və illərdə yəqin ki, biz bu kursu daha sıx görəcəyik, daha tez-tez görəcəyik. O nəticələr də görsənəcək ortada. Və nəzərə alsaq ki, bugün Amerikanın manipulyasiyaları, Amerikanın Rusiya mövzusundakı münasibəti bir qədər də Avropanın məcbur edir bunu əslində.